İran artıq mərkəzləşmiş dövlət sistemi xeyli dərəcədə degradasiya olunub, dağıdılıbdır. Bilirsiniz ki, Amerikanın, İsrailin hərbi zərbələri, avia zərbələri həm İranın hərbi strukturlarını, hərbi potensialını dağıtmağa yönəlib, həm də idarə etmə sistemini tamamilə sıradan çıxartmağa yönəlib. Və belə olan təqdirdə İran artıq bir mərkəzdən idarə olunan dövlət kimi İrana yanaşmaq bir qədər çətin məsələdir. Və bu yaxınlarda İran prezidenti Pezeşkiyanın bir açıqlaması oldu. Səhv eləmirəmsə, 2 ya 3 gün bundan öncə bildirdi ki, artıq bombardmanla əlaqədar olaraq koordinasiyada kifayət qədər problemlər yaranıbdır. Ona görə o öz səlahiyyətlərini yerli idarəçilərə, valilərə devr edir, buraxır ki, onlar zəruri olduğu halda lazım bildikləri qərarları qəbul etmək səlahiyyətlərinə sahiblər. Yəni, hər məsələ üçün artıq prezidenti aramağa, dövlətin mərkəzi rəhbərliyinə müraciət etməyə ehtiyac yoxdur. Sanki onlar müstəqil qərarlar verir. İcra hakimiyyətlər tipli o qurumlar. Bəli, bəli. Yerli idarə strukturları deyək də buna. Və bundan öncə də deməli, İran hərbi əməliyyatlara hazırlaşarkən belə bir məlumatlar var idi ki, təqribən 56 bölgəyə bölünüb İran ərazisi, hərbi baxımdan komandanlığa bölünübdür və əgər mərkəzi koordinasiya pozularsa, həmin yerli hərbi mərkəzlər, qərargahlar müstəqil surətdə artıq onlar ümumi məqsəd bəllidir, plan bəllidir, o istiqamətdə fəaliyyət göstərə bilərlər. Və görünür ki, artıq Sepahın, İran ordusunun da mərkəzi qərargahları, idarə etmə məntəqələri davamlı olaraq, hətta bəsicin, polisin, o nümayişlərə cəza verən, onları dağıdan o yerli polis qurumlar da tamamilə hədəf olaraq sıradan çıxarıldığına görə mərkəzləşmiş görünür idarə etmədə ciddi problemlər meydana çıxırdı. Və belə olan təqdirdə hansısa bir qərargahın, yerli artıq özü müstəqil qərar qəbul edən, hədəf müəyyən edən qərargahın ola bilsin ki, təşəbbüsü ilə məhz belə bir məqamda onlar, çünki Azərbaycanla bağlı məsələ, indi bugün hərbi əməliyyatlarda biz deyirik ki, bizim ölkənin ərazisindən istifadə olunur. Biz onu da şahidik ki, Tural bəy, uzun müddət ərzində Sepahdan Azərbaycana yönəlik xəbərdarlıqlar gəlir ki, bəs biz Azərbaycanı belə cəzalandırarıq, belə addım atarıq, hətta vaxtilə gəlib arazı yanında arazı keçmək təlimini keçirdilər və Azərbaycan İsrailin müttəfiqi kimi davamlı olaraq İrandakı o mühafizəkar kəsimə təqdim olunubdur və ola bilsin ki, bu vəziyyətdə artıq o koordinasiyanın etdiyi şəraitdə həmin o təbliğatın təsiri ilə və yaxud da o cür düşünən, ona ya məruz qalan, ya o cür düşünən hansısa komandirlər və yaxud da o qərargah rəhbərləri məhz Azərbaycanın da bu məsələdə hədəf kimi görüblər və öz təşəbbüsləri ilə Azərbaycana qarşı belə bir addım atıblar. Yəni, bu dron hücumu həyata keçiriblər. Və fikir verin, bu Naxçıvana yönəlməsi o deməkdir ki, burada hətta Azərbaycan hədəfi olsa da, Tural bəy, strateji dəyərləndirmə yoxdur. Çünki Naxçıvana vurulan zərbə Azərbaycanın götürəndə hərbi potensialını və yaxud da İrana qarşı hansısa bir addımlar atacaqsa, onu sarsıdan zərbə deyil ki, Naxçıvanın hansısa yerli aeroportuna hədəf alırsan. Yəni, bu strateji İran üçün strateji nəticə yaratmayan bir addımdır. Deməli, bu strateji ağlın yox, daha çox dövlət rəhbərliyinin ağlının olmaqdan daha çox, mən hesab edirəm ki, hansısa hərbi komandirin və yaxud da qərargah rəisinin, yəni ümumi siyasəti doğru, düzgün, mövcud situasiyanı kompleks şəkildə qiymətləndirə bilməyən, o strateji qərarlardan xəbərsiz olan hansı hərbi birliyin öz fəaliyyəti ola bilər, təşəbbüsü ola bilər. Çünki bunu həm bu versiyanı həm də o gücləndirir ki, bunun arxasınca İranın nə hərbi, nə siyasi rəhbərliyinin dəstəyi və yaxud da müşahidə edici mesajları biz eşitmədik. Ona görə biz bu məsələdə təmkinlə yanaşıb daha çox hadisələrin inkişafını gözləməliyik ki, çünki bu bir epizodla qalmamalıdır. Əgər bu doğrudan da planlaşdırılmış, davamlı bir təxribatdırsa və yaxud da müdaxilədirsə, bunun ardı gəlməlidir, bu davam eləməlidir. İndi Azərbaycan onsuz da İrana qarşı hərbi əməliyyatlarda iştirak eləmiş ki, deyək ki, Azərbaycan hansısa əməlinə korrekt elədi, dayandı, ona görə də bu təsir göstərəcək. Azərbaycan əslində əvvəldə mövqeyi necədirsə, indi də elədi və bundan sonraki də yəqin ki, belə olacaq. Bu şəkildə əgər bu davam etməyəcəksə, deməli burada hansısa dediyimiz versiya ilə bağlı ola bilər. Yox, davam edəcəksə, deməli artıq burada söhbət ondan gedir ki, indi burada əgər İran rəhbərliyini biz gəlir elə bəlkə də verəcəyiniz sualın növbəti hissəsinə ki, əgər bunu İran rəhbərliyi məqsədli şəkildə eləyibsə, o zaman o nəticə çıxır ki, İran rəhbərliyi görünür vəziyyət kritikləşdikcə, vəziyyət getdikcə daha əgər
bir daha altını çizirəm ki, tamaşaçılarımız yəni burada qarışıqlıq olmasın ki, əgər davam edəcəyi təqdirdə və indi bundan sonra deyəcəyi indiyə qədərki, bu günə qədərki mərhələ üçün deyil. Bundan sonrakı növbətlər təkrarlanarsa o hal üçündür ki, yeni hallar baş verirsə bu o deməkdir ki, artıq İran rəhbərliyi fərqindədir ki, ölkə tamamilə əldən gedir və Amerikanın, İsrailin birgə hərbi əməliyyatlarına müqavimət göstərmək imkanında deyirlər. Ona görə də nə edirlər? Hakan Fidanın yaxşı bir sözü var idi. Dünən efirdə işlətdi ki, İran rəhbərliyində bu ab-hava var ki, biz gediriksə bütün region batacaqdır. Və İran rəhbərliyi ola bilsin ki, bu düşüncə ilə məsələyə yanaşsın. Əgər yenə deyirəm, davam edəcəyi təqdirdə bir halda ki, bizə məğlub oluruq, bir halda ki, bizim müqavimət göstərmə imkanımız yoxdur. Onda biz bütün regionu münaqişəyə cəlb eləməklə, müharibə alovunu bütün regiona yaymaqla fərqi yoxdur. Bu müharibədə iştirak edir, eləmir. Yaymaqla biz dünyanı, müttəfiqləri, yəni Birləşmiş Ştatları, İsraili regional xaosla, regional müharibə ilə şantaj edir ki, onlar başa düşsünlər ki, bunu davam etdirmək təkcə İranla bağlı deyil, bütövlükdə regionda böyük bir münaqişə ocağına səbəb ola bilər və bu da xaotik bir vəziyyət yarada bilər, proseslər idarə olunmaqdan çıxa bilər. Yəni bu təhlükə ilə şantaj eləmək meyllər ola bilər. Bunun simptomları nə idi? Mən deyim, bu Hörmüz boğazı ilə bağlı İran artıq bilirsiniz ki, bəyan edib ki, Hörmüz boğazı bağlıdır. İran yəni bildirir ki, əgər ona qarşı bu zərbələr davam edəcəksə, müharibə davam edəcəksə, Hörmüz boğazından heç bir tankerin keçməsinə müsaade eləməyəcəkdir. Xatırladım ki, dünya enerjisinin bugün neft və qaz birlikdə 25%-dən yuxarısı məhz Hörmüz boğazından keçir. Ona görə orada yaranan bu vəziyyət təbii ki, dünya enerji bazarlarına və dünya siyasətinə çox ciddi şəkildə təsir göstərəcək. Yəni İran əlində olan bütün vasitələrdən istifadə edib böyük bir xaos, böyük bir müharibə alovu, böyük bir gərginlik yaratmaqla sanki bu ab-hava ilə qarşı tərəfə təzyiq göstərmək istəyə bilər. Bir son dəqiqə məlumatını diqqətinizə çatdırırım. Bugün İlham Əliyevin sədrliyi ilə bir qədər əvvəl Təhlükəsizlik Şurasının iclası keçirilibdi. İlham Əliyev Naxçıvana dron zərbələri ilə bağlı bir bəyanat səsləndiribdi. Mən olduğu kimi indi oxuyacağım. Bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar. İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında bugün deyib bunu. Eyni zamanda Əliyevin sözlərindən stat deyirəm. Naxçıvan Muxtar Respublikasının ərazisini İran dövləti pilotsuz uçuş aparatları ilə atəş altına salmışdır. Atəşin hədəfləri mülki obyektlər idi. Naxçıvan Beynəlxalq Hava Limanı, onun terminal binası, məktəb və digər istiqamətlər İran tərəfindən namərd atəşə məruz qalmışdır. Azərbaycan dövləti bu çirkin terror aktını qətiyyətlə pisləyir. Bunu törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir. Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir və bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir. Silahlı qüvvələrimizə təlimat verildi ki, cavab tədbirləri hazırlansın və həyata keçirilsin. Biz Azərbaycana qarşı törədilmiş bu əsassız terror aktı ilə təcavüzlə barışmayacağıq. Biz buna imkan verməyəcəyik, necə ki, heç vaxt bu günə qədər imkan verməmişik. Düzdür, keçən ilin yay aylarında və ondan sonraki dövrdə İrandan bizə əsassız ittihamlar irəli sürülürdü. İranın dövlət qurumlarının nəzarətində olan media resursları Azərbaycanı ləkələmək, İranda yaşayan soydaşlarımızın fikrini dəyişdirmək üçün Azərbaycana qarşı çirkin şər-böhtan kampaniyası aparırdı. Çünki yaxşı bilirdilər ki, bugün müstəqil Azərbaycan dövləti İranda yaşayan bir çox Azərbaycanlılar üçün də ümid yeridir. Yəni, bizi ləkələmək, bizi şərləmək, gözdən salmaq İran ictimaiyyəti qarşısında bu məqsədi güdürdü. Çünki bunun heç bir əsası yoxdur. Azərbaycan nə o vaxt, nə də bu dəfə İrana qarşı olan əməliyyatlarda iştirak etməyəcək. Çünki bizim mövqeyimiz bundan ibarətdir. Bizim qonşu ölkələrə qarşı hər hansı əməliyyat keçirməyə də marağımız, nə də siyasətimiz buna imkan vermir. Biz öz ərazi bütövlüyümüzü qoruyuruq, qorumuşuq. Fuad bəy, fikirləriniz, Əliyev açıqlama verdi. Dəyərli izləyicilər, yayımı bəyənin, paylaşın, daha çox insan izləsin. Qulur bəy, mən açığı bu qədər gözləmirdim, bir qədər sensasyon görsəndi. Çünki necə deyirlər, o baratı həddən artıq çox eləyib deyə. Bu məsələdə Azərbaycan dövləti hesab edirəm ki, biz dövlət, düzdür, Azərbaycan hakimiyyətində bu yoxdur. Bunlar üçün dövlət anlayışı yoxdur. İndi hansı maraqlarla hərəkət edirlər, bunu özləri bilir. Bir də ki,
Bu artıq ayrı bir müzakirə mövzusudur. Məsələ burasındadır ki, bu insident baş veribsə, buna bir təmkinlə yanaşmalıyıq. Öz dövlət suverenliyimizi qorumaq mövqeyindən çıxış eləməliyik. Ərazi bütövlüyümüzün toxunulmazlığı mövqeyindən təbii ki, çıxış eləməliyik. Ancaq bunun üslubu, ritorikası elə olmalıdır ki, bu dava sanki deməyə bənzəməməlidir. Biz çalışmalıyıq ki, bizim dövlətimiz heç bir halda İranla müharibəyə cəlb olunmasın və bu prosesin tərkib hissəsinə çevrilməsin. Əgər İran tərəfi bu məsələ ilə bağlı, indi bayaq müzakirə etdiyimiz kimi, daha siyasi rəhbərlik bu məsələdə yanlışlıq olduğunu və yaxud da onlar tərəfindən olmadığını bildirirsə, məncə bu məsələnin bu yöndə davam elətdirilməsi ki, İran bu məsələdə əcəb edirik, biz də tutaq ki, sizə hədəf alırıq ritorikasına keçməsin və vəziyyət dərinləşməsin, gərginləşməsin. Çünki bu gərginlik yaranacağı təqdirdə İranın hər halda İsrailə gücü çatmaya bilər, İranın Amerikaya gücü çatmaya bilər, ancaq və yaxud da İranın Amerikanın hərbi bazalarının olduğu səviyyəyə gücü çatmaya bilər, ancaq Azərbaycan bugün elə bir vəziyyətdədir ki, İranın qulağının dibində balaca bir ölkə və bura artıq heç ballistik raketlərə də ehtiyac yoxdur. Bura dronlarla Azərbaycanda çox ağır fəsadlar verilə bilər və özdə bunlar elə bir yaratmaz idarəçilik həyata keçirirlər ki, baxın, indi Naxçıvanda o dronların düşməsini siz də müşahidə edərdiniz. Bizim hava hücumundan müdafiə sistemlərinin ateşini biz eşitmirik. Onlar heç biri, 3 dron düşüb, heç biri vurulmuyubdur. Və belə bir ölkədə bu cür bəyanatlar verərkən həm də diqqətli olmaq lazımdır ki, əgər bu proses nəzarətdən çıxarsa, qarşı durma dərinləşərsə, o zaman bunun yaradacağı fəsadları biz dövlət olaraq qaldırmağa, qarşılamağa nə qədər hazırıq? Və bu baxımdan hesab edirəm ki, biz öz... Yəni düşünürsünüz, İran İlham Əliyevin sözlərinə qarşılıq raket atar? Yox, sözlərinə qarşılıq yox. Prezidentlə danışır. Amma Azərbaycan hər hansı bir həmlə edərmi? Bu ehtimal varmı? Tural bəy, burada biz necədir? Bəzən o münasibətlər, elə sözləri biz xəfifə almamalıyıq. Əgər şərəfsiz sözü işlənirsə, yəni bu birinci dövlətlər arası münasibətdə uyğun olmayan bir ifadədir. Bu şəkildə artıq məsələnin üzərinə gedilirsə, bu münasibətlərə, yəni razılaşaq ki, münasibətləri soyutmağa yox, o gərginliyin tempini aşağı salmağa yox, əslində emosional yük qatmağa doğru gedir. Və bu emosional yükün... Azalın təyyarəsi vurulanda, o neçə 30-40 adam öləndə Əliyevi belə emosional görmədik biz. Və bu baxımdan İranda da müəyyən çevrələr var ki, biz bu reallıqda nəzərə almalıyıq ki, müəyyən çevrələr var ki, əslində onlar da Azərbaycana nifrət edən, Azərbaycanı bu savaşa cəlb etmək istəyən çevrələr var və etnik baxımdan bizim milli varlığımıza, dövlətimizin mövcudluğuna nifrət edən, onu İran üçün təhdid görən çevrələr var və onlar üçün İsrail-Azərbaycan münasibətləri də xüsusilə bu nifrətlərini daha biruzə vermək üçün bir zəmin yaradır və bunun üzərindən də indi diplomatik baxımdan çox sərt dövlətlər arası münasibətlərə belə deyək də töhfə gətirməyən, orada problemlərin həllinə yönəlməyən sərt ritorikaların seçilməsi hər halda bizi problemlərin həllindən uzaqlaşdırmağa əvəzinə problemləri şişirtməyə, daha qabartmağa gətirib çıxarır. Ona görə hesab edirəm ki, dövlət başçısı bu məsələni pisləməklə yanaşır, pisləməli idi və İranın bu məsələyə bir daha təkrar olmaması, bu məsələyə izahat verməsini istəməlidir. Ancaq bunun üslubu yəni sərt emosiyaları coşduracaq ifadə ilə olmamalıdır. Müxalifətçinin və yaxud da vətəndaş cəmiyyətinin, bir jurnalistin ritorikası ilə dövlət başçısının ritorikası hər zaman fərqli olmalıdır. Çünki dövlət başçısı dövlətin məsuliyyətini daşıyır, ölkənin məsuliyyətini daşıyır və başa düşməlidir ki, onun sözlərinə görə, onun atdığı addımlara görə veriləcək reaksiya verilə bilər və onun da necə deyək, bədəlini bütün ölkə və yaxud da insanlar ödeyə bilər. Ona görə bu məsələdə kifayət qədər ehtiyatlı davranmaq lazımdır və nəzərə almaq lazımdır ki, Tural bəy, İran-Amerika müharibəsinin taleyini Azərbaycan həll eləməyəcəkdir. Bunu Amerikanın hərbi gücü, İsrailin hərbi gücü həll edəcəkdir. Onsuz da nə olacaqsa olacaqdır. Biz sadəcə bu mərhələdə yayınmalıyıq ki, necə deyilir, qapaz bizə dəyməsin. O zərbə bizə dəyməsin. Yoxsa biz də atılıb ortaya özümüzü, yox burada mən də tutaq ki, barmaq sirkələyirəm, ritorikası ilə meydana çıxırıqsa, bu olur ki, biz zərbəni üzərimizə çəkmiş oluruq. Bilinmiş İrandakı proseslər hara gedəcək, o başı pozuq dəstələr artıq getdikcə daha da idarə etmək itir. Sabah bu ritorika üzərində Azərbaycana hansı cavabları, hansı reaksiyaları verilə bilər. Biz bütün hallarda təmkinlə, məsələn, Türkiyə örnəyindən çıxış eləməliyik. Türkiyənin ərazisinə raket atılmışdı.
və Türkiyənin bu məsələyə reaksiyası necə oldu? Eyni ritorikanı da biz mənimsəməliyik. Və hətta mən düşünürəm ki, burada təkcə Azərbaycanın özünün verəcəyi cavab Tural bəy kifayət deyil. Çünki bizim potensialımız, gücümüz hər kəsə bəllidir. Yəni ölkə olaraq imkanlarımız bəllidir. Ona görə bizlə Türkiyənin arasında bir Şuşa bəyannaməsi də var. Hərbi dəstəyin göstərilməsi, əməkdaşlıqla bağlı. Niyə İlham Əliyev bax bu sərt bəyanatı səsləndirincə cənab Ərdoğanı aramalı idi və Türkiyə ilə birgə bizim bir məsləhətləşməmiz olmalı idi və iki ölkənin birgə bu məsələ ilə bağlı bir mövqeyi ifadə olunmalı idi. Vaxtilə İran gətirib Arazın sahilinə qoşun yığanda, Arazı keçmək təlimi ilə Azərbaycanı təhdid edəndə nə oldu? Türkiyə gəlib təlimdə iştirak elədi Azərbaycan tərəfindən. Ondan sonra İran yığışıb getdi və o ritorikasını yığışdırdı. İndi də Azərbaycanın təhlükəsizliyini təmin edəcək Tural bəy, əsas faktor bilirsiniz nədir? Bizim səsləndirdiyimiz sözlərin nə qədər sərt olması deyil. Burada hər kəs bunu səsləndirə bilər. Dövlət ağlı başqa bir yanaşmağa tələb edir məsələ. Bizim təhlükəsizliyimizi təmin edəcək, bizim müttəfiqlərin bu məsələdə verə biləcəyi dəstəkli güc, həmrəylikdir. Onu da biz Türkiyə ilə göstərməliyik. Ona görə də atıl-asatlı hesab edirəm ki, məhz bu olmalıdır. Və Əliyevin bugün iclasda dediyi digər sözlər də var. Stat oxuyuram. Bugün səhər mənə məlumat verildi ki, İranın Xarici İşlər Nazirinin müavini Bakıya zəng edir. Xahiş edir ki, İran səfirliyinin Livanda qalmış əməkdaşlarının təxliyəsinə Azərbaycan kömək etsin. Çünki onların imkanı yoxdur. Mənə məruzə edildi. Mən dərhal göstəriş verdim ki, kömək göstərin, təyyarə göndərin. Hətta onlar dedilər ki, biz bunun pulunu da verməyə hazırıq. Dedim, lazım deyil. İndi dar gündə biz kömək göstərməsək, bəs nə vaxt kömək göstərməliyik? Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək, sual işarəsi, bu ləkə onların çirkin və eybəcər simasından heç vaxt silinməyəcək. Ona görə diplomatik yollarla bütün lazımi tədbirlər görüləcək. Belə bir sözlərdə çıxışı da oldu Əliyevin. Görək nə olacaq? Çünki aydın olur. Baxın, səhər Xarici İşlər Naziri İranın Azərbaycandan kömək istəyir, müharibə mövqeyində olmadığını göstərir. Bu da ayrı bir, əlbəttə ki, məsələdir ki, dronlar, hərbi birləşmələr İranın Xarici İşlər Nazirliyinin kontrolunda, nəzarətində deyil. Heç bəzən Müdafiə Nazirliyinin nəzarətində olmur. Sepahın ayrıca bir ordusu var, ayrı bir qurumdur və siz dedikləriniz görsənir ki, yəni bu fikir ətrafında müzakirə yürütmək daha doğru olur ki, başı pozuq və yaxud da ki, nəyəsə xidmət edən, öz marağına xidmət edən, mərkəzi hakimiyyətdən kənar belə Naxçıvana zərbə olub. Amma hər bir halda bu yenə də İran dövlətidir. Bəs təxribat olma ehtimalı necə qiymətləndirirsiniz? Təxribat, məsələn, o şərhləri də yazırlar, sonra elə Xarici İşlər Nazirliyinin öz açıqlamasında da oldu ki, əvvəllər də biz görmüşük, siyonist rejimin təxribatıdır. Elə bir şey ehtimal olunur, mümkündür. Bu təxribat ehtimalı ona görə real deyil ki, birinci, mən sizin verilişə gəlməmişdən öncə bir araşdırma apardım ki, bu Araş 2 raketləri İran tərəfindən başqa ölkələrə satılmayıbdır. Yəni, başqa ölkənin hərbi arsenalında yoxdur ki, məhz həmin dronlardan istifadə edib Azərbaycana belə bir təxribat törətsinlər. Ona görə də birinci bu, yəni İranın hərbi arsenalında olan və strateji əhəmiyyəti olan, yəni 2000 kilometre vurduğuna görə xüsusi diqqətlə qorunan, mühafizə olunan dronlardan hesab olunur. Ona görə də İrandan başqa bunu kim istifadə edə biləcək? Digər bir tərəfdən, bayaq mən onu qeyd edirəm ki, həm Azərbaycanın peşləri var, həm İsrailin, Amerikanın kəşfiyyat şəbəkəsi, bugün kosmik kəşfiyyatı bu ərazini, necə deyirlər, dörd gözlə izləyir. Əgər doğrudan da hər hansı bir yerdən gəlmiş olsa, bunun Azərbaycan dövlətinin bununla bağlı məlumat almaq imkanı var. Yəni, o dönəm deyil ki, artıq deyilsin ki, gözlə axtarasan ki, bu hansı tərəfdən gəldi, gördüm ya görmədim məsələsidir. Yəni, bunun bir trayektoriyası var və məsələn, Türkiyəyə atılan raket dəqiq trayektoriyasını artıq bəlli olur ki, hansı istiqamətdən atılıb, hardan keçib, haraya qədər gəlibdir. Və eləcə də Azərbaycana da atılan həmin dronların dəqiq trayektoriyası var və İran ərazisindən atılıbdır. Və ona görə də bunun təksib olunması, bu faktın inkar olunması yox və yaxud da bunu hansı aparıb başqa kənar qüvvələrə bağlanılması yox. Bu məsələnin İran tərəfindən
bir daha təkrarlanmaması və bu işin arxasında duranların məsuliyyətə cəlb olunması, bu işin arxasında duranlara bu istiqamətdə xəbərdarlıq olunması məsələsi istiqamətində biz məncə dövlət olaraq səylərimizi göstərməliyik. Kənar təxribat dronları adətən yəni biz bizim region qaynar bir region olduğuna görə bu istiqamətdə çoxlu təcrübələr əldə etmişik də. Daha çox Tural bəy, məsələn İranın daxilində eləmişlər. Bu sexlərdə düzəldilən əldə qayırma dronlar ki var. Onlar çox qısa məsafədə uçuş həyata keçirirlər və qısa məsafədə əməliyyatlar həyata keçirirlər. 2000 kilometri vura biləcək dron heç bir sexdə İsrailin İran daxilindəki hansı bir sexində düzəldilə bilməzdir. Və konkret olaraq onun artıq detalları, dronun hissələri də analiz olunur. İndi Azərbaycan Müdafiə Nazirliyi tərəfindən də götürülübdür. O analizlə təsdiq edəcək ki, bu İranın hərbi arsenalında olan drondur və onu İran komandirlərindən başqa, Sepahdan başqa heç kim Azərbaycana buraxa bilməz. Fuad bəy, eyni zamanda biz bir neçə gündür ki, bu xəbərdə eşidirik. Azərbaycan İranla sərhəd ərazilərindən bu məlumatlar çatıb. Beynəlxalq mediada da gedib. Azərbaycan mediası bunu özü yaymır, amma bu xəbərlər şəxsən mənə göndərilən məlumatlarda da var. Mən baxdım, beynəlxalq mediada da var. Bəzi bizim xaricdə olan mühacir kanallarda da yayımlandı bu xəbər. Azərbaycan İranla sərhəd əraziyə yəni ordunu möhkəmlədir orada. Məcburiyyətlə də getmək istəyənlər buraxılmır. Başqa rayonlardan hərbiçilər cənub istiqamətində göndərilir. Nə baş verir? Yəni bunu nə ilə izah etmək olar? Tural bəy, bu normal bir addımdır. Əslində istənilən dövlət əgər qonşusunda geniş miqyaslı müharibə gedirsə, ilk növbədə öz sərhəd təhlükəsizliyinin qayğısına qalmalıdır, gücləndirməlidir. Biz bilmirik ki, bu müharibə hansı fazaya qədər davam edəcək və bunun ortaya çıxaracağı nəticələr nə olacaqdır. İran böyük bir ölkədir və kifayət qədər ziddiyyətlər olan, həm sosial ziddiyyətlər, həm etnik ziddiyyətlər olan bir ölkədir və mərkəzi hakimiyyət zəifləyəcəyi təqdirdə burada hansı qruplar meydana çıxacaq, silahlı birliklər meydana çıxacaqdır və o zaman Azərbaycan hansısa formada təhdid oluna bilər və yaxud da bu müharibənin hansısa mərhələsində İran rəhbərliyi biz məhv oluruqsa, bayaq ifadə etdiyim kimi, hər kəs məhv olmalıdır düşüncəsi ilə hərəkətlər edib hansısa hərbi müdaxilələrə, hərbi belə deyək də, təxribat vasitələrini əl atacaq, atıb atmayacağı da bəlli deyil. Ona görə də Azərbaycan dövləti tərəfindən bizim sərhəd bölgələrində hərbi birliklərin gücləndirilməsi və ola biləcək hər hansı təxribat, müdaxilə cəhdlərinin qarşısını almaq üçün hazırlıqların görülməsi hesab edirəm normaldır və istənilən dövlət bunu eləməlidir. Sadəcə olaraq bizim dövlətimizin bu məsələdə buraxdığı ən ciddi səhv, yarıtmazlıq mı deyək, strateji səhv ondan ibarətdir ki, bugün biz məlumat alırıq, artıq bugün deyildi, yəni bu günlərdə məlumat alırıq ki, Tural bəy, Birləşmiş Ştatlar tərəfindən İraqda olan Kürd qrupları və o cümlədən Suriyadakı Kürd qrupları İranla qarşı hərbi əməliyyatlar üçün təşviq olunmaqdadır. Bu istiqamətdə ciddi danışıqlar gedir, silahlandırmalar aparılır. Artıq bəzi yerlərdə də məlumatlara görə PEJAK silahlıları və yaxud da İraqdan gələn, İraq Kürdistandan gələn silahlar İran ərazilərinə daxil olublar. Bu əməliyyatın məqsədi Kürdlər üçün 5 Kürd təşkilatı bir araya gələrək bəyanat verdilər ki, açıqda bəyanat da verdilər ki, onlar Kürdistanın yaradılması üçün onların 30-40-cı illərdə bir Mahabat dövləti olmuşdu, bir il yaşamış bir dövlət olmuşdu. Ki, o Mahabatın qurulması üçün yenidən bunlar bircə silahlı mübarizəyə başlayırlar. Və biz sadəcə olaraq biz müharibənin əleyhinə etdiyim, türklər demiş, sloqanlar atmağına, gözümüzü yummaqla dəvə quşu kimi bu ətrafdakı reallığı biz dəyişə bilmirik. Əgər oradakı Kürd qruplaşmaları silahlı yolla, özə xüsusilə onların qərbi Azərbaycan Ostan ərazisinə, Urmiya ərazisinə iddiaları vardır və əgər özləri üçün yeni bir ərazilər tutmaq, güc yolu ilə, çünki burada əsas məsələ nədir? İsrail və Amerika aviasiyası onlara qarşı olan Sepah birliklərini darmadağın edəcəklər, davamlı bombalayacaqlar. Artıq Kirmanşahda bu başlayıbdır, Kirmanşah onların əsas mərkəzlərindən biridir, Urmiya istiqamətində və təsəvvür edin, bunların qarşısını bombalaya açırlar və bunlar da o qədər itki vermədən öz indiki güclərindən çox böyük təşəbbüsü götürüb ərazilərə nəzarət edirlər. Bəs bizim Azərbaycan türklərinin taleyi nə olacaqdır? Biz elə oturub qalmadıq ki, İranın vahidliyini yanayıq. İranın vahidliyi ortada qalmırsa,
İranın vahidliyi dağılırsa, İran mərkəzi hakimiyyəti dağılırsa, onsuz da təkcə etnik ziddiyyətlər yoxdur. Biz gördük ki, Xameyninin ölümünə sevinən minlərlə İranlı var idi. Və İran bundan öncəki aksiyalarda, 2 ay bundan öncə baş verən aksiyalarda nə qədər? Təqribən 30 mindən yuxarı adamı öldürmüşdü. Cəmiyyətdə gör 30 min adamı öldürmək üçün sən öz xalqından hansı qarşı durma içində olmalısan? Və belə bir nifrət olan cəmiyyətlə bu mərkəzi hakimiyyət bu qədər ağır zərbələrdən sonra nə qədər ayaqda qalacaq? Yaxşı, bu qalacaqsa başqa, qalmayacağı təqdirdə İranda etnik ziddiyyətlər zəminində, orada Bəluçlar, Ərəblər, Kürdlər artıq milli müqəddəratı təyin etmək mövqeyindən çıxış edəcəklərsə, və xarici dəstəyi də alacaqlar. Gördük ki, hətta artıq almağa da başlayıblar. Biz Azərbaycan türkləri nə qədər yatmalıyıq ki, və yox sanki biz qarışmırıq. Qarışmırıq, bizim ərazilərimiz tutulacaqdır. Dikkat etdinizmi? Fuad bəy, amma dikkat etdinizmi, İlham Əliyev buna işarə etdi. Mən ilk dəfədir belə bir çıxış görürəm ki, orada yaşayan Azərbaycanlılar yəni bizə ümid yeri kimi baxıb. Yəni bu belə əvvəllər Əliyevin belə çıxışı olmayıbdı. Qorxu ilə yanaşıbdı Cənubi Azərbaycan məsələsinə həmişə. Və biz Tural bəy, bu istiqamətdə bizim bir əməliyyat planımız, strateji planımız olmalıdır ki, və tək Azərbaycanın gücü çatası məsələ deyil. Türkiyə bu məsələdə bizim həm də təkcə strateji müttəfiq, dostluq, qardaşlıq yox, həm də təbii bu məsələdə də maraqlarımız üst-üstə düşür. Çünki niyə? Düzdür, Türkiyə istəmir İran bölünsün. Ancaq Türkiyə görəndə ki, İran bölünür və Türkiyənin bunun qarşısını almaq iqtidarında deyil, çünki məsələni Türkiyə həll eləmir. Orada Kürt dövlətinin yaranmasına qarşı heç kim müsaade etməz ki, nə İsrail, nə Amerika müsaade etməz ki, Türkiyə keçsin İranın daxilində başlasın həmin Kürdlərlə vuruşmağa. Buna gərək də yoxdur. Deməli, yol nədən keçir? Oradakı 40 milyona yaxın Azərbaycan türkünü məhz həmin Kürd faktoruna qarşı ayaqda tutmaqdan gedir. Onları silahlandırmaqdan, onları müdafiə eləməkdən gedir ki, onlar da məhz İranın parçalanmasını da məhz gücləri yetsin ki, xarici təcavüzə müqavimət göstərib öz müqəddəratlarını təyin edə bilsinlər. Və bu artıq Türkiyəni təhdid edən Kürt faktoru da xeyli dərəcədə neytrallaşdırmış olacaq. Eyni zamanda Azərbaycanın da strateji marağına ona görə uyğundur ki, bizim soydaşlarımızın orada artıq öz dövlətini qurması, bir müstəqil dövlətin yaranması gələcəkdə bütün Azərbaycana gedən yolu açmış olur bizim üçün. Və bu baxımdan bizim bu istiqamətdə hansı strateji hazırlıqlarımız var? Türkiyə ilə biz hansı işbirliyi içindəyik, hansı bircə planlaşdırma içərisindəyik? Ümumiyyətlə, İranın gələcəyi ilə bağlı masada biz varıqmı? Və bu istiqamətdə hesab edirəm ki, Azərbaycan dövləti məhz indidən gecdir, xeyli dərəcədə gecdir, ancaq heç olmasa bundan sonra o dronun düşməsi ilə bəlkə onların ağlı başına gələr, bundan sonra bu istiqamətdə hansısa hazırlıqlara, hansısa addımları atmağa nəzərdə tutarlar. Fuad bəy, təşəkkür edirəm. Yəqin ki, biz bu günləri yenə bu mövzuda danışacağıq, çünki xəbərlər gəlir. Minnətdaram sizə ətraflı məlumat və müzakirə üçün. Sağ olun, təşəkkürlər. Sağ olun, təşəkkür edirəm.